oradaki hadisələr irtişaşdırmı? İrtişaş demək nə demək? Qeyri-qanuni hərəkətlərdir, təxribatdır, haransa dağıtmaqdır filandır. Bu anlamda irtişaş sözü işlədilir. Ya deyək ki, əgər rəğbətlə yanaşan olursa, o zaman ayaqlanma sözü işlədir, etiraz sözü işlədir. Bəzi adamlar hətta İran International artıq inqilab deyir. İnqilab da bizim burada işlətdiyimiz o terminlər arasında adətən uzun müddətli bir siyasi prosesə deyilir. Bir də adətən deməli uğurla nəticələnən qısa müddətli bir sürəcə üsyan deyir. Yəni mövcud qaydalara üsyan etmək, ona qarşı çıxmaq. Burada məncə protest sözü də işlədilə bilər. Amma indiki halda irtişaş sözü məncə o hərəkatı belə deyək şübhə altına almaq, o insanların etirazına, haqq etirazına mənfi yanaşmaq anlamına gəlir. İranda adətən irtişaş deyirlər. Sevməyən, mənfi münasibəti olan qüvvələr irtişaş deyir. Bizim televiziyalarda da mən görürəm ki, irtişaş və məncə bu doğru deyil. Heç olmasa ayaqlanma deyin, protest deyin, etiraz deyin. Bu daha doğrudur məncə. Çünki dediyim kimi milyonlarla insanın mövcud vəziyyətə etiraz etməsi məşru bir işdir, legitim bir işdir. Bunların haqqıdır və bu cürdə yanaşmaq lazımdır.